görəndə fitil əsirsən, məni görəndə dinmirsən. İndi hamı savadlı olub, vallahi oxuyan çobana xörcədən olmur, çombağa alırlar. Hiç. Bunlarda öğrenəndə ki bir kasa çoban salatını 9 manata verirler, deli oldum. Deli oldum ki 9 manata çoban salatıma bir kasası. Adamın deyir indiyə deyir nəsə qalar. Ayıbdır 9 manata kasasını verirler çoban salatının. Deli oldum Allah'ın doğrusu. Çahısı yok, içinde Çahısı da yok. Biraz soğan, pomidor, xiyarı koyup pomidor, xiyar və bir də nanə. Allah bildiği kimi eləsin. Yeməyəcəklər, Allah qoysa qusacaqlar. Tamil xanım, biz pulları verilişini aparmırıq. Bir dakika. Bir saniye, çok karşı ederim hanımlar. Bir dakika idare edeyim mikrofondan. Bir saniye. Orada yoktu başka mikrofon. Gətliyim Tamil da. xanım, biraz səbirlə, təmkinlə. Yenə deyirəm, deyirsiniz ki, heç kim ağzını aça bilmir. Yəni, Tamil xanımda təəssüf nöqtə yoxdur. Deyir, aparın saxlayın. Nöqtə deyilən şey yoxdur bu xanımda. Başını çağaldaq bilim ki, yaddaşsız. Ve dünən o qohumu nə dedi? Xanımın özünə əməli başı psixolojim Dünən qohumu dedi ki, Tamil xanıma deyirik bəyəm qatildir ya. 70 yaşlı bir adamın üstüne koyulur ki bu adam vadar eləyir Yok, onu ki yok. o da özünü dağıdır, öldürür, kışkırır ki Ya ama yok. Sadık, ben burada bir narazılığım da var. Bizim Şamax'tan gelmişti 72 yaşında. Biz o kadına o bir stüdyoda deyəndə ki senden şüphelənir gəlin, o gülürdü. Hay bala gedin Ama demeyin. eyni olası O değil elə de bir reaksiya bakın. verdi ki biz dedik ki bu xanımın günahı yok. Bakın hamdi Loğman Siz benim psixologiyanı tam bilmədiyim üçün bu söz dediniz. Əgər Zəhra xanım o söz demişdisə, o adam həqiqətən orada əli yox idisə, gülə-gülə deyərdi ki, həyatı boyu belə bir şey olmuyor. Amir bəy, Siz düşünürsələr mən- düşünün. Amma Loğman insan bir mənim işdə qəşəng bir söz günahkar Ona dedi. deyirsiniz ağsızdır, ağlayana da söz- deyirsiniz krakadeli timsahın yaşıdır. Niye gülürəm, niye ağlayırım? Ana, kurban olum. Gündən durur. Ay xanım. Bravo Siz- Tamel xanım. Mən səhvə sağ. Ben almışlayıram. Sizin bu bütün gedişatları biz parmak sayla saysaq. Örcədanim yok. Sen bir telefon alır getirip cebime atsan. Ya desem ala 1000 manatlıq yok 5000'lidir. Niye ben onu bilmeyenden nəyine. Nenem deyirdi anam ölenden nenem. Bir çoban bir verak takılıp ağlayanı da okuyor. Sadiq bəy, Sadiq bəy tərəf tutandan sonra Bir çoban bir de